Bugün cuma gəlmişik Şot malına, Şot şəhrinə, istəyirik gedək Kəndalın günbəzinə və oradan bir para bilgilər sizdən paylaşaq. Bizimlə yol bir olun. Günbəzi tarixi Kəndal. Geldik çattık Kəndalın Günbəzinə və Beslah ocağına. Gördüğünüz kimi bu ocaq laşəçini halətdə mərəmmət olunubdur və bu ocağın geçmişi 7 ila 8 qəməri təxmin vurulur. Dediklərə görə bura Səlcuqi bir əsərdir ki 12 köşəli və bugün biz gəlmişik Kəndalın günbəzinə. Bu günbəz gördüğünüz kimi Kəndal kəndində, Şot şəhərində ve bir güzel bənadır ki Səlcuqi İmparatorluğuna ait bir tikintidir. Gördüğünüz kimi bu bəna güzel bir görkəmə malikdir. Yani burada durduğunuzda gördüğünüz kimi Ağrı dağları da görsənir. Bu günbəzin tarixi, tikinti tarixi demək olar 7 və 8 qəməri aittir. Bəzi xalqın dediyinə görə bu bənada 2 dənə qəbir var imiş. Ki birisi xanım və birisi ağa, bəy. Və eşikdə də 10 dənə qəbir var imiş ki indi gördüğünüz kimi heç bir əsər qalmayıbdır. Demək olar ki tarix boyu bizim bənalarımız və abidələrimiz vandalizm duçar olubdur. Yəni ki bir para insanlar vandalizm olaraq bizim varlıqlarımızı aradan aparıblar. Gəlin birlikte buranın mimarisini sizə şərh verim. Gördüğünüz kimi bu görkəm, bu bənanın görkəmi laşəçini halətdə, yəni ki taşların birbirine üzərində reslar qurduğu kimin qurulubdur. Və gözəl bir demək olar mimari əsəridir. Gəlsəz, mənlə birlik olsaz, gedirik günbəzin içinə. Günbəzin işine baksanız gene de bilmeyen insanlar, yani tarihimizin geldiğini bilmeyen insanlar buralarda yazıntılar yazıp ve buranın mimarisini, güzelliğini aradan apardılar. Demək olar bunları eləyə biz fərhəng sazı ilə və gözəl işlərlə bunları ağah eləyək ki bu işləri görməsiniz, varlıqların gəldiğini bilsinlər. Əgər baxsaq bu günbəzin də bu haləti, bu qoğusu halətdəki çıxablar, dairə var halətdə çıxablar çox gözəl bir şey vardır ki burada da görsənir. Sizdən təşəkkür edirəm ki mənim kanalımı subscribe edib və məni təşviq edirsiniz ki gözəl işlər yaradım. O imkanı olursa əgər bu videonun axırına kimi çatıbsınız, bu videonu like edin və öz kommentlerinizlə nə sorunuz olsa mənim xidmətinizdəyim. Sağ olun, var olun. Gördüğünüz kimi Günbəz Kəndalı bir gözəl görkəmə malikdir və onun burada olması, Müşrif təpədə olması seldən və başqa bir məruzatdan hifz olunubdur.
ki bu hala çatıbdır. Baxdığınız kimi Ağrı dağları ya hemen Ararat dağı bizim gözümüzün qabağındadır və arkada bir mənim arxamdakı könüldən baxaq bir gözəl təbiətə malikdir bura. Demək olar gördüyünüz dağ Soqqar dağıdır. Soqqar gözəl bir dağ adıdır ki, demək olar bir para dediklərə görə bu dağ Savalan dağıdır. Məsələn, düzdür, Savalan Ərdəbil şəhərindədir. Bəli, Soqqar dağı da özünə görə bir yerdir ki, Saval